Salam mənim əziz dostlarım, necəsiniz? İnşallah yaxşısınız. Bu gün sizə 11-ci beynəlxalq kitab sərgisinə məlumat verəcəm. Salam uşaqlarına yolları Expo mərkəzinə. İnsanlarda kitab sevgisi uşaqlıqdan formalaşmalıdır. Kitab oxuma vərdişi uşaqlıqdan yaranmalıdır. Məhz buna görə də dövlət bu cür sərgiləri tez-tez həyata keçirir. Bu fürsəti biz də əldən vermədik. Burada yalnız kitab yox, musiqi də sərgilənirdi. İçəriyə girmək üçün yaxalıq növbəsinə durduq. Bu sərgidə 23 ölkədən 68 xarici təşkilat və 123 yerli nəşriyyat iştirak edib. İspaniya, Kuveyt və İndoneziya ilk dəfə qatılıb. Sərgi adətən oktyabr aylarında keçirilir. Mənim bu video biraz gecikib. Burada isə İzə nəşriyyatı mənə papaq hədiyyə verir. Burada isə Rövşən Abdullaoğlu'nun imza saatıydı. Bizim evdə Rövşən Abdullaoğlu'nun bütün kitab nəşrləri vardır. Atam sanki onun pərəstişkarıdır. Hələ bir ikisinin adını mən də bilirəm. Arkadakı körpüləri yandırın. Üsyan və çox bəyənilən, hətta haqqında film çəkilən Bu şəhərdə kimsə yoxdur kitabıdır. Rövşən əmi uşaqlar da unutmayıb. Baramada gizlənən oğlan çox maraqlıdır. Həm də ibrətamiz. Sizə də oxumağı tövsiyə edirəm. Uşaqların sevimlisi Bəhram əmi də buradadır. Və mən onunla şəkil çəkdirdim. Və burada uşaqları unutmayıb, onlar üçün kiçik güşə yaradılmışdır. Kimi oyun oynayır, kimi rəsm çəkirdi. Bu gördüyünüz Kaspik Kristendidir. Burada xalam öz müəllimə yoldaşları ilə şəkil çəkdirməyi unutmur. Buradakı xanım isə mənə şar hədiyyə etdi. Burada nağıl saatına rast gəldik. Biraz oturup nağıl dinlədikdən sonra nağıl kitabı almaya getdik.
gördüğünüz bayquş yeni yaranmış dostum nəşriyyatının simvoludur. Onunla da şəkil çəkdirdim. Sağ olun dostlar, gələn görüşlərə qədər.